Yeni bir vloga xoş gəldiniz. Hər vaxtınız xeyirli olsun, dəyərli xanımlar. Gördüyünüz kimi sabah-sabah bizim mətbəxin halı. Xəyal müəllimi Balacaq bəyi apardım, bağçaya qoydum. Və indi də başlayım işlərimi. Gördüyünüz kimi ev yaman gündədir. Hələ qonaq otağını demirəm. İndi orada keçib sizə göstərəcəm. Bu da qonaq otağımızın halı. İndi bunları da yığışdıracağım. Birinci pastellləri dəyişmək istəyirəm qızlar. Sonra düşünürəm ki, bunları açıb yuyacağım divanların üstü. Patuşkaların üstünü. Bunları. Bugün divanda təmizləmək istəyirəm. Görüm çatdıra bilsəm divanda təmizləyəcəm. Amma bunları mütləq yuyacağım. Bugün də çox qəşəng hava var. Gün çıxıb. Neysə, başlayaq işimizə. Başladım pastellləri dəyişməyə. Qıza bir şey etiraf edim. Mən əvvəl pastellləri ütülüyürdüm. Son vaxtlar ütüləmirəm. Bilməm, uşaqlar mənimi yorur. O qədər yorğun oluram ki, ev işlərində çatdıra bilmirəm. Artıq bir neçə vaxtdır ki, demək olar ki, pastellləri ütüləmirəm. Paltarları ütülüyürəm, amma pastellləri ütüləmirəm. Mətbəxi tərtəmiz etdim, ət çıxardım, qeymə. Axşama görüm düşünürəm nə bişirəcəm. Paltarları atmışam, yuyulub. İndi sərəcəm. İşlərimi yenicə bitirmişdim ki, rəfiqəm zəng etdi ki, evdəsənsə gəlirəm sizə. Dedim, gəl. Və gördüm ki, əlinə alıb dondurmasını, bananını, gəlib ki, gəl qəşəng kokteyl hazırlayaq, sərin-sərin içək. Bunu eləmirsən? Elədim də şey. Bunu da. Marujun qaldı yenə. Düz. Amma bilmirəm qaldı. Bərəkət dolu bu. Bu qədər almışsan dedim. Marujun da şeylə alsan. Hə, Şeylə. Dedim ki, buradan çıxarım. Yoxsa yaşarsın dedim. Qızlar, rəfiqəm artıq getdi. Yaxın olmağın özəllikləri budur. Rəfiqəmlə yaxınam deyə tez-tez rahatlıqla görüşə bilirik. Gördüm alıb əlinə dondurmasını, bananı. Gəlib ki, gəl kokteyl hazırlayaq. Dedim, niyə də olmasın. Belə, qəşəng hazırladıq, içdik, biraz söhbət etdik. Və getdi artıq, yola saldım, getdi. Mənə də qalan qablar oldu. İndi bunları qəşəng yuyacağım. Bayaq onun yanında yumadım. Dedim, oturaq söhbətləşək. İnşallah o gedəndən sonra yuyacağım. Burada da gördüyünüz kimi artıq günorta yeməyi hazırlamışdım. Çəkə bilmədim. Kotlet elədim. Bir də yanında da makaron elədim. Bizdə sevilir. Yemək bu qədər.
Bunu atıram. Kesin yapışır. Tezesini götüreceğim. Ve soyuducunun olmazsa olmazı. Bu göze qoyulmalıdır da. Kızlar, indi bunları yumaq istəyirəm. Baxın, kirlənib. Açım qəşəng, atım paltaryana yuyulsun. Bunları çıxardanda çox rahat çıxardıram. Taxanda elə tənbəllik edirəm. İçinə inanırsınız zar-zor girir. Kızlar, bunları attım paltaryana. İndi gedirəm mağazaya, işim var. Akşam birazdan daha doğrusu gələndə qoşacağam. Hazırlaşmışam, gedirəm. Onları kimə üçün götürürsən? Melis bunlar getirmişəm. Biz buradan getmişdik. Görün burada kim var? Cici! Cici! Ben geldim eve. Təbii ki, əli dolu gəldim. Çox yoruldum. İndi sizə nələr aldım onu göstərəcəm. Burada uşaq paltarlarıdır. Qaynatam sağ olsun. Pul verdi ki, uşaqlara gedim paltar alım. Çox sağ olsun. Getdim uşaqlara bir-iki paltar aldım. Burada isə təbii ki, mənim də görüb dayana bilməyəcəyim şeylər var. İndi onları da göstərəcəm sizə. Birinci buradan başlayaq. Baxın, göstərim sizə. Balaşkalara neler aldım. Böyle şortikler aldım. Birini böyle, birini böyle. Çok hoşuma geldi. Sonra bu hiç. Bunu balaca cüceye, ay yok bu Turan'ın da. Bunu Turan'a aldım. Balaca cüce nerede? Balaca cüce xəyaldır. Aha, burada da bir ədəsi. İkisinə belə dəst inli şalvar aldım.
Nədir bu? Harda ləkə oldu? Görməmişəm. Nəysə. Yaxşı da, yaxşı. Müəllimə də Xəyal bəyə belə şortikli dəst aldım. Yüngül. Bir də bir mağazaya girmişdim. Yəqin ki, siz bu aralar sizlər də çox rastlaşmış olarsınız. Əvvəl amma belə şeylər yox idi. Kilona satır paltarlar. Paltarlar yox, daha doğrusu paltarlar da var idi əslində. Və pastellər gördüm, çox xoşuma gəldi. At paltarlar uşaqlara kədəd aldım. Çox xoşuma gəldi. Qoy elə görmüşkən alım. Qiyməti də çox münasib idi, deyəcəm sizə. Baxın qızlar, uşaqlar üçün plastini aldım. Ayrı-ayrıdır. Bunları ayrı-ayrıdır. Belə kütləşdirəcəm. Belə. Hardasa baxın bu ikisi. Bu ikisi inanırsınız ki 6 manata başa gəldi. Baxın. Necə münasibdir qiyməti. Dedim niyə donmasın? Dedim belə sınıyaq. Baxın bunu da ayrı aldım. 2 ədəd. Bu da bununla belə kütləşdirəcəm. Və bir də özüm üçün də aldım birini. Bunu da hardasa 19 manata. Bu da 19 manata başa gəldi. Bu da məncə yaxşıdır. Yəni bunlar baxın, amma bunlar ayrı-ayrı deyil, belə dəst idi. Baxın, görün nə gözəldir. Çox bəyəndim. Görər-görməz qiyməti də dəhşət münasib idi. Dedim qoylar nə qədər ki münasibdir qiyməti, elə götürüm. Yəni sınıyaram. Yuyacam təbii ki, görün necə çıxacaq. İnşallah ki, yaxşı çıxar. Amma dedilər ki, rəngi zadı solmur, yaxşıdır. Baxın belə. Bu da belə. Belə göstərim. Aldıqlarım bu qədər. İndi hazırlaşırıq, yenə gedirik. Xəyalı gözləyirəm. Xəyalı bağçadan gətireyim. Bugün baldızımın oğlunun ad günüdür. Ora hazırlaşırıq. 3 uşaqla ora gedirəm. Görüm uşaqlar nələr edəcək orada. Qızlar, mən hazırlaşdım. Gördüyünüz kimi buraları da hər zamanki kimi darmadağın etmişəm. İnşallah gələndən sonra təmizləyəcəm. Bir dənə sizə bunu göstərim. Fabrikdən özümə yeni bir ətir sifariş etmişdim. Qoxusunu çox bəyəndim. Çox gözəl qoxusu var. Şirindir qoxusu. Bunu götürürəm özümlə. Gələndən sonra da axşam buraları tərtəmiz edəcəm. İşim qalmadı. Ev də təmizdir. Belə, bir dənə qaldı uşaqları giyindirmək. Onları da giyindirim. İnşallah ki, çıxırıq. Gedirik. Ətiri açmışam. Hər şeyi tökmüşəm buralara. Bunu da yeni sifariş etmişəm. Misiriyar suyum bitmişdi. Sifariş etdim. Belə. Çantada bunu götürəcəm. Belə. Uşaqları geyindirim, gedək. Biz artıq hazırıq, gedirik. Bunların da, balaşqaların da paltarlarını giyindirdim. Bəyəndiniz paltarlarınızı? Qəşəkdir. Gedək. Getdik. Girin, mən bu Təbrik edirəm, Miray. Özünə qurban. Paltarı batırdı.
Qızlar doğum günü bitdi, gəldik artıq evə. Gələr gəlməz tez pasteli sərdim. Bilirsiniz ki, sər pasteli dəyişmişdim və dözmədim, çıxartdım, təzəsini sərdim ki, sizlərə də göstərim. Qızlar, uşaqların pastellərini də dəyişdim. Baxın. Mən çox bəyəndim. Yəqin ki, sizlər də bəyənərsiniz. Baxın. Pambıqdır. Parçası da pambıqdır, hə. Belə, birini belə. Birini də qoyun çıxım yuxarı. Biri də belə. Və xanımlar, bugünlük də bu qədər. Artıq vlogumuzun sonuna gəldik. Kanalıma abunə olub dəstək olmağı unutmayın. Hələlik. Gələn vloglarda inşallah görüşənədək. Kızlar, evləri sildim, qutardım. İndi bir damcı suya domestos əlavə edəcəm. Pastası qoyacağım ki, ağarsın. 1-2 saat suda qalandan sonra bəs edir. Olur ağappaq.